Salam aleykum dostlar. Bu günləri bildirçinlərimizin artıq 16-17 günləridir. Maşallah görürsünüz, böyüyüblər. Mən bildirçin saxlamamışdım. Çox gözəl heyvanlardır, amma yemi çox yeyirlər. Yəni həddindən artıq çox yeyirlər. Bura istidir deyə bəzilərinin ağzı açıqdır. Necəsiz? 16-17-ci günləridir. Gördüyünüz kimi bildirsinlər maşallah. Bunları 10-15 günə əslində kəsib yemək olar. Yəni mən elə bildim. 40 gün uzadı deyir də, yəni 40 günə, 50 günə. Deyəsən bunlar bir aya da maşallah böyüyürlər. Artıq çünki baxın belədir. Baxın görün nə boydadır. Maşallah. Bunlara şəkər yemi verdim, quban yemi. O yemindən danışmaq üçün video çəkirəm. Yemi, şəkər yemi verdim, birinci sort. Hələ ki birinci sort verirəm. O yekə qabıda isə ikinci sortdur. Buranı setki eləmişəm, aça bilmirəm. Bunlar uçucu tullanırlar, qaçırlar. Baxın. Ora ikinci sortunu qoymuşam. Amma birinci sort daha yaxşıdır mənim zənnimcə. Çünki bunları bu hala gətirən birinci sortdur. Amma ikinci sortda aldım ki, yəni böyüdülər, onu götürə bilmirlər yaxşı. Yəni onu da yeyirlər, bunu da yeyirlər. İkisini də normal şəkildə yeyirlər, amma ən çox buna meyillidirlər. İnşallah ki bunları saxlamaq fikrim var. Bunlar inansız dişi erkəkliyin bir iki nəfərdən soruşdum. Dedilər, yəni quyruğunu qaldırırsan, altından bilinir də, köpük olur, nə olur. Hələ özüm də tam şəkildə bilmirəm. Bilən olsa inşallah ki yorumlara yazar, mən də bilərəm. Yəni burada bir iki gün geç çıxmışlar da var, balacalar da var, yəni böyüklər də var. Maşallah yaxşıdırlar, pis deyirlər. Həm də qorxubuza eləmirlər, baxın, baxın. Özləri yaxın gəlirlər. Maşallah. İnşallah ki bunun təsərrüfatını artıraram Allahın izni ilə. Ağ Texaslardır bunlar. İçində cəmi bir dənə orada qarası çıxdı. Öz demişdi ki ola bilsin 5-10 dənə çıxsın. Yəqin mayasızlar oldu. Bir dənə çıxdı. O qaralardakı bir dənə içində ağ var. Onlar ördəyin altına elə belə yumurta qoymuşdum 4-5 dənə. Onlar çıxardı. Bunların içindədir. Qara düzələrim toyun altından çıxıb. İnşallah onları da çəkib göstərəcəyəm. Bunları da qatacağım onların içinə. Qoy bildirsinlər, ayrı olsunlar. Bunlar üçün ayrıca qəfəs eləyəcəyəm yaxşıca inşallah. Yəni 3-ə 1 ayıracağım bunları Allahın izni ilə. Özü yaxın gəlirlər. Bir də necəsiz? Belə dostlar, istədim bunu sizlə bölüşüm. Burada hardasa səhv eləmirəmsə biri ölmüşdü. 77 dənə mən saymışdım çıxandan sonra. Yəni hamısı öləndən sonra hardasa qalıb burada 75 dənə, 76 elə qalar da yəqin ki. Hələ maşallah vardı. Bunun yarısı gedəcək, yarısı mənimdir inşallah. Yarısı amma gedəcək. Belə dostlar, sağ olun. Yenə kim nə bilir, mənlə bölüşsün, bildirsin haqqında. Mən də bilim. Yenə demişəm, bu kanalı bilmək üçün açmışam. Hər kəs bir-birinə öyrətsin deyə. İnşallah siz də mənə deyərsiniz, bölüşərsiniz. Allahın izni ilə yaxşı olar. Sağ olun, sağlıqla qalın. Allah hər kəsin malına bərəkət versin inşallah.